Və dəyərli şagirdlər, ümumi sınaq 5-in izahına baxaq. Birinci sualda ifadəsində vurğu kök işarəsi altından çıxarın. Vurğu kök işarəsi altından çıxartmaq üçün deməli biz əslində bilirik ki, cüt dərəcəli kökün altında işarə mənfi ola bilməz. Əgər bu cüt dərəcəli kökün altında mənfi işarə yazıbsa, demək ki, burada M mənfidir. Çünki M mənfidir ki, mənfi ədədin üstündə 7 mənfi verəcək. Bu mənfi ilə mənfi işarə toqquşub, içəridə bizə müsbət bir qiymət verəcək. Ona görə də M-ə şərt qoyuruq ki, M sıfırdan kiçikdir. Yəni, burada şərti pisənmiş misaldır. Şərti özümüz təyin eləməliyik. M mənfidirsə, biz sonra bu misalı necə yazırıq? Mənfi M üstü 7-ni M üstü 6 vur M üstü 1 kimi parçalayırıq. Niyə parçalayırıq ki? Çünki dərəcəmiz 2-dir. Cüt olduğuna görə 2 ilə 7 ixtisar gedə bilmir. Ona görə 1-ni ayrı yazırıq, 6-sını da ayrı yazırıq. Burada belə bir ifadə çıxır. 6 ilə 2 ixtisar olunursa, qalır M-in kubu modulda vurulsun. Kökün altında qalır mənfi sadəcə M. Bərabərdir. Sonra moduldan çıxardanda dədir. Bəs niyə modul oldu? Çünki biz belə bir qayda demişik ki, cüt dərəcəli köklər verilərsə və içindəki ifadə də qüvvəti cüt olarsa, cüt ədədləri ixtisar edəndə alınan nəticə modulda yazılır. Çünki cüt ədədlərdən nəticə müsbət çıxmalıdır. Müsbət olmağı üçün də o modulda yazırıq ki, yəni mənfi olsa belə onu modul müsbətə çevirsin. Ona görə M kubunu yazandan sonra modulluğa görə belə bir şərt vardır ki, əgər içəridə verilən ədəd mənfidirsə, mənfinin gətirib yerinə qoysaq, mənfi M-in kubu bizə mənfi M kubu verər. Ona görə də mənfi alındığına görə nəticəmiz deyirik ki, işarə mənfi olaraq çöldə qalır. Mənfi M kubu vurulsun kök altında mənfi M. Yəni, bir sözlə, əvvəl M üstü 7-ni parçaladıq. 6 və 1 kimi. 6-dan M kubu çıxdı. Mənfi M isə içəridə qaldı. M kubu da qüvvəti təkdir. Şərtdə versə ki, M mənfidir, mənfi M kimi çıxacaq. Müsbət versə müsbət kimi. Biz də başdan baxdıq ki, kökün altında mənfi varsa, deməli, M özü də mənfidir ki, yəni M-in mənfiliyini arxayın olub, o mənfini yazıblar ki, mənfi toqquşunda müsbət verəcək. Və bu qədər. Bura kimi gələndən sonra da ifadəmiz elə mənfi M kubu vurulsun kök altında mənfi M kimi çıxacaq. Birinci sualımızın cavabı A variantı. İkinci sual. Üçbucağın perimetrini tapın. Üçbucağın perimetrini tapmaq üçün bütün tərəflərini toplayırıq. Birinci x-ləri toplayaq. Mənfi 2x, x, bu da x. Deməli, mənfi 2x, üstəgə x, üstəgə x, üstəgənsin 7, 3, altında 1 toplayaq. 7, 3, 6. Fikir verin uşaqlar, burada 2x olur, burada isə mənfi 2x-dir. Mənfi 2x ilə bu 2x gedər, qalar yerdə 16. Cavabımız Y variantı. Üçüncü sual. Dərinliklər sistemini həll edin. Dərinliklər sistemini həll etmək üçün biz nə iş görməliyik? Demək, burada baxırıq ki, birinci dərinliklər sisteminə yuxarı və aşağıda nə əlaqəsi var? Yuxarıda da x, y var, aşağıda da x, y var. Əvvəlcə bu x, y-nin mənfi 4 olduğunu bilirik. Gətirib burada yuxarıda mənfi 4 yazırıq. Yəni, x kvadratı bərabərdir mənfi 4 üstəgə 5. Mənfi 4 ilə 5 toplasaq 1. X kvadratı 1-dirsə, x də bərabərdir müsbət 1, bir dəfə də mənfi 1. X-i müsbət 1 qoyanda, gətirib ikinci tənlikdə yerinə qoyuruq. Müsbət 1 vurulsun y mənfi 4-dür, y də bərabərdir mənfi 4. İkinci halda yoxlayırıq. X-a bu səfər mənfi 1 qoyuruq. Mənfi 1 vur y bərabərdir mənfi 4. Y də bərabərdir. Mənfi 4-ü mənfi 1-ə bölsək, edər bizdə müsbət 4.
Demək koordinatlarımız oldu. X-i 1 olanda y-i -4 olur. X-i -1 olanda isə y-i -4 olur. 1 -4, -1, 4, C variantı. Dördüncü sual. Bucağa qonşu olan bucağı tapın. Qonşu bucağı tapmaq üçün 180-dən çıxmalıyıq. 180 dərəcənin açıqlaması 179 dərəcə, 59 dəqiqə, 60 saniyədir. Biz bundan 104 dərəcə, 50 dəqiqə, 13 saniyəni çıxmalıyıq. 60-dan 10 çıxsaq 47 saniyə, 59-dan 50 çıxsaq 9 dəqiqə, 9-dan 4 çıxanda 5, 7, 75 dərəcə. 75, 9, 47. Cavabımız oldu B variantı. 5-ci sual. Bu bərabərsizliyi həll edin. Bərabərsizliyi həll etmək üçün əvvəla baxırıq ki, hər tərəf 2-yə bölünür. Yəni, bütün əmsalları 2-yə bölürük. Burada yazaq, hər tərəfi 2-yə bölürük. 2-yə böləndə olur x kvadrat çıx 7x üstə gəl 10. Böyüdür 0-dan. Sonra ümumiyyətlə bərabərsizliyi həll etmək üçün birinci uşaqlar kökləri tapmalıyıq. Tapaq kökləri. Viet teoreminə görə cəmi 7, hasili 10 verən ədədlər tapırıq. Bu ədədlər də 5 və 2-dir. İndi bizdə böyük 0 verdiyinə görə böyük hissəni istəyir. Ümumiyyətlə, interval qurmaq üçün bərabərsizlikdə kökləri qeyd edirik, interval üsulundan istifadə edirik. Sonra deyirik ki, x kvadratının işarəsinə baxırıq. X kvadratının işarəsi müsbətdirsə, biz də sağ tərəfin işarəsinə müsbət qoyuruq. Yəni, birinci sağ tərəfi təyin etməliyik. Sağ tərəfin işarəsi x kvadratının işarəsinə götürülür. Müsbət yazırıq, sonra növbələşdiririk. Mənfi, müsbət. Məndən də 0-dan böyük hissəni. 0-dan böyük hissə müsbət zonadır. Yəni, gəlirəm müsbət hissə olanları ştrixləyirəm. Və deyirəm ki, mənfi sonsuzluqdan 2-yə kimi, 5-dən də müsbət sonsuzluğa 2-mi. Birləşmə 5-dən müsbət sonsuzluğa kimi. Cavabımız olur D variantı. 6-cı sual. ABCD paralleqramında P-ni verib AC diaqonalı 18 olarsa, ACD-ni tapmalıyıq. Şəklini yaradaq. Bir dənə paralleqram çəkirik. A, B, C, D paralleqramında perimetrimiz 48'dir. Perimetr 2 vurulsun. Tutaq ki, bura A-dır, bura B-dir. 2 vurulsun A üstə gəl B. Yəni, paralleqramın perimetri 48'dir. Buradan tapırıq ki, A üstə gəl B bərabərdir 24. Sonra deyir, AC diaqonalı 18 olarsa, onda bizdən ACD-nin perimetrini soruşur. A, C, D. Bax, bu üç bucağın perimetrini soruşur. Demək, bura A-dırsa, onda bu da A-dır. Üçbucaq ACD-nin perimetri bərabər tərəflərini toplayırıq. A üstə gəl, B üstə gəl 18. A üstə gəl B-ni biz buradan 24 tapmışıq. 24-ün də üstünə 18 gələndə eləyəcək 42. Cavabımız D variantı. 7-ci sual. Bu funksiya A nöqtəsindən keçirsə, eni tapın. Əgər nöqtədən keçirsə, demək 1 x-in qiyməti 5 də y-in qiymətinin yerinə qoyulmalıdır. Yazırıq. Y-in yerinə 5 bərabərdir. X-in yerinə 1. Yəni 1-in kubu üstə gəl n. 1-in kubu 1 eləyir. 1 üstə gəl n 5-dirsə, n də bərabərdir. 5 çıx 1, 4 edir. D variantı. 8-ci sual. Vektorun meyl bucağını tapın. Meyl bucağı uşaqlar vektorda 8. Tangensdən tapılır. Meyl bucağı vektorda. Yazırıq tangens alfa bərabərdir y böl x. Y-imiz 2-dir. Baxın, burada birinci verilən x-dir, ikinci verilən y-dir.
Bu işarələrdə bərabərsizlik deyil. Sadəcə elə bilin mötərizədir, amma vektor olduğuna görə oxların ucları kimi göstərir. Çünki vektor bir ox deməkdir. Oxların ucları kimi göstərilir. Demək, biri x-dir, biri y-dir. 2 böl 2 kök 3. Buradan 2'lər geçsə, qalır 1 böl kök 3. Tangens alfa 1 böl kök 3'ü alır 30 dərəcədə. Təkrar üçün özünüzə qeyd edin. Tangens demək 30'da alır 1 böl kök 3. 45'də alır 1. 60'da alır kök 3. Yəni imtahan qabağı lazım olar sizə. 9-cu sual. Hesablayın. Bunları hesablamaq üçün belə yazırıq. 3. Burada 3'lər təkrarlanır deyə yazırıq mötərizədə 3. Yəni dövrdə 3. Üstəgəl 2 tam. Burada 6'lar təkrarlanır. Vergül dövrdə 6. Bölünsün 0 tam. Burada 4'lər təkrarlanır. 0-dan dövrdə 4. Əgər tam və dövr hissədə olan ədədlərin sayı eynidirsə, biz bunları adi qaydada toplaya bilərik. Tamla tamı toplayarıq. Yəni 3 ilə 2-ni toplasaq 5 tam. 3 ilə də 6-nı toplasaq 9. Bölünsün 0 tam dövrdə 4. Bunları da çevirsək, demək olur 5 tam. Dövrdəki ədədlərin sayı qədər 9. Surətdə isə ədədin özünü yazırıq. Dövrdəki ədədin özü. Yəni 9'da 9. Bölünsün. Aşağıda isə 0 tam, yəni tamı yoxdur. Yəni də dövrdəki ədədlərin, dövrdə yəni mötərizədə olan ədədlərin sayı qədər 9. Surətdə isə ədədin özünü. 9'u 9'a böləndə əslində bunu siz düzgün olmayan kəsrlərə çevirə bilərsiniz. Ya da 9'u 9'a böləndə burada qalır 1. Bu bir də əlavə olunur 5'in üstünə, olur 6. 6'nı bölürük 9'da 4'ə. 6'nı bölmək üçün vur yazıb 4'də 9'u tərsinə çeviririk. 4 ilə 6 2-yə ixtisar getsə 2, 3. 9'u 3'ə vursaq 27 böl 2. 27'ni də 2'yə böləndə 13/5. D variantı. 10-cu sual. Şəkildə verilənlərə əsasən üçbucağın sahəsini tapın. Üçbucağın çox sahə düsturu var, amma burada biz H-ı görən kimi ağlımıza gələn ilk düstur 2'də 1 AH olmalıdır. H-ı görürük ki, burada durur. Bəs A nədir? A H-ın düşdüyü tərəfdir. H-ın düşdüyü tərəf də BC-dir. BC də ümumilikdə 4 ilə 8-in cəmidir. 4 ilə 8-in cəmi 12'dir. Yəni biz artıq A-nı bildik ki, 12'dir. Bir dənə H-ı tapmaq qalır. Düz bucaq təpəsindən endirilən H düsturu var. H kvadratı bərabərdir M-in. Yəni H-ın kvadratı düşüb hipotenuzu böldüyü hissələrin hasilinə bərabərdir. Onda M bizdə 8-dir. N də bizdə 4-dür. O da edir 32. H kvadratı 32-dirsə H da bərabərdir. Kök altında 32. 32-ni də belə parçalayırıq. 2 vur 16 kimi. 16'dan çıxar 4. 2 isə qalar kökün altında. Demək, H-ı da tapdıq. A-nı da tapmışıq. Gətirib yerinə qoyuruq. 2'də 1 vurulsun 12 vurulsun 4 kök 2. 12 ilə 2 getsə 6. 6'nı 4'ə vursaq 24. Kök altında 2. Cavab oldu D variantı. 11-ci sual. Hesablayın. 1-dən 104'ə qədər ədədlərin cəmini. 1, 2, 3 nöqtələr üstə gəlinsin 104. Demək, burada uşaqlar 1-dən 104'ə kimi ədədlərin cəminin tapılmasıdır. 1-dən 104'ə kimi ədədləri toplamağın yolu, yəni ümumiyyətlə 1-dən ardıcıl ədədlərin, 1-dən sonra gələn ardıcıl ədədlərin sayının cəmini tapmaq üçün düsturumuz belədir. N vurulsun, N çıxılsın, üstə gəlinsin daha doğrusu 1, bölünsün 2. Yəni, olacaq belə 104 vurulsun, 104 üstəgə 1, bölünsün 2. 104 ilə 2 getsə 52, 104'ün də üstünə bir gəlin 105. 52'ni vurmalıyıq 105'ə.
İndi 105 52 vuraq gör neçə alınacaq. 105 vurulsun 52. 2-ni 105'ə vurdıq 210. Üstə gəl. 5'i 105'ə vurdıq. Elədi 625. Bunları topladıq. 0 6 4 6 6460. Mesela mən hər səhv elədim. Burada üzülsəm 525. 5460 edir. Və müsbət özdə 5460. Çünki ədədlər hamısı müsbətdir. Mənfi olma kimi şansı yoxdur. Deməli, 1-dən n-ə qədər neçə ədədsə, ardıcıl gedirsə, bu ədədlərin cəmini tapmaq üçün düsturu qeyd edin. N vur n plus 1 bölünsün 2. 12-ci sual. Natural ədədli 13-ə böldükdə qalıqda 11 olarsa, bu ədəd ən kiçik neçə olar? Deməli, natural ədədi 13'ə böldükdə ədəd 13'dən böyükdür, xüsusi vurğulayıb. Niyə bunu vurğulayır? Ümumiyyətlə, natural ədədi 13'ə böləndə qalıqda 11 alınırsa, ən kiçiyi elə 11'in özüdür. Yəni, bunu yadda saxlayaq ki, ədəd elə qalığın özünə bərabər ola bilər. Ki, 11 də 13'ə bölündə bölünmədiyinə görə qalıq 11 qala bilir. Amma burada vurğulayırsa ki, 13'dən böyükdür, onda 11 ilə 13'ü toplayırıq. Bu da edir 24. Niyə toplayırıq? O da buradan çıxır ki, məsələn, ədədi bilmirik, düzdür? Ədədi deyir 13'ə böldükdə qalıqda 11 alınır. Sən də deyirsən ki, ən kiçik olması üçün onda natamam qismətə ən kiçik qiymət verir. 1 verirsiniz. Və x-i tapmaq üçün geriyə qaydanda 1'i vurursunuz 13'ə, üzərinə 11 gəlirsiniz. Bu da necə görsənir? Elə 13 üstəki 11 kimi. Yəni, ümumiyyətlə, bu tip misallarda desək ki, ən kiçik qiyməti tap, elə qalığın özünü götürə bilirik 11. Və ya əgər belə şərt versə ki, yox, ədəd 13'dən böyükdür, yəni oradakı bölənlə böyükdür, onda həmin o qalıqla ədədi, yəni böləni toplayırıq. Cavabımız oldu 24. 13-cü sual. Aşağıdakı çoxluqlardan biri bu çoxluğun az çoxluğu deyil. Az çoxluq o demək ki, buradakı ədədlərdən istifadə olunsun, başqa ədəd istifadə olunmasın. Az çoxluğu deyil deyirsə, o da olacaq C variantı. Çünki burada 6 istifadə olunub, amma bizim çoxluğumuzda 6 yox idi. 14-cü sual. Aşağıdakılardan hansı doğrudur? A variantı səhvdir. Çünki bunu izah edəndə deyildik ki, tangens 45 tangenzin qonşusunun mənfisinə bərabərdir. Burada mənfi işarə qoymayıblar. Ona görə səhvdir. Sinus 50, sinus 130'a bərabərdir. Düzdür. Sinus qonşusu ilə belə fikirləşin. Yola gedir. Yəni, özün əlsə qonşusu da eynisidir. B doğrudur. Kosinus da həmçinin qonşusuna 40-dırsa, bu da 140'dır. Yəni, qonşu nə deməkdir? Cəmi fikir verin, bucaqların cəmi 180 verir. Və kosinus da qonşusunun mənfisinə bərabərdir. Yəni, belə başa düşün ki, kosinus qonşusundan yola getmir, mənfi münasibətdədir. Kosinus 50 veribsə, sinus 130 ola bilməz. Kosinus 130 olmalıdır, eyni ad olmalıdır. Bu da səhvdir. Kosinus 70, yenə də kosinus 110 yazmalıydı, amma tangens 110 yazır, bu da səhvdir. Belə, cavabımız olur yalnız B. Yəni, yalnız yadınızda qalsın, sinus qonşu bucağına bərabər ola bilər. 50 isə 130 ola bilər. Amma digər bucaqlar qonşusunun mənfisinə bərabərdir. 15-ci sual. İki çevrənin radiusları nisbəti 4 olarsa, uzunluqlar nisbətini tap. Uzunluqlar, çevrən uzunluq düsturu C bərabərdir 2 pi r. R ilə C düz mütənasibdir. R-i neçə dəfə artırsaq, C də o qədər artacaq. Ona görə uzunluqlar nisbəti də elə 4-dür. Ümumiyyətlə, bu tip misallar oxşarlığa aiddir. Yalnız sahəni soruşanda verilən ədədi kvadrata yüksəldir. Qalan hallarda özünü götürürük. Bir də həcmlərini soruşanda hansısa fiqurların verilən ədədin kubunu götürürük. Burada isə sadəcə uzunluq soruşdu. Ona görə cavabımız oldu 4. Gəldik 16-cı sual. Ədədlər sırası neçə modalıdır? Bir var modasını tap, bir də var neçə modalıdır. Bunun üçün baxaq, görək. 4-dən bizə nə qədər var? 2 dənə. Deməli, 2 dənə 4 var. Yəni, belə yazaq ya da. Göynən göstərək. 2 dənə 4 var. Sonra 2 dənə 3 var. Birdən
2 dənə 1 var. Ay maşallah. 7 bir dənədir, 8 bir dənədir, 9 bir dənədir, 11 də bir dənədir. Deməli, təkrar rəqəmlər 4-lər, 3-lərdir, 1-lərdir. Eyni sayda olduğuna görə deyirsən ki, onda bunlar üçü də eyni olduğuna görə üçü də moda sayılır. Ona görə də bunun modası neçə modalıdır? 3 modalıdır. Məsələn, 3 dənə modası var. Təkərlə də 4-dür, 3-dür, bir də 1-dir. 17-ci sual. Ölçüləri bu olan düzbucaqlı polieplet formalı hovuzu 3 saatda 3 ton su vuran nasos neçə saata doldurar? Əvvəlcə biz hovuzun həcmini tapmalıyıq ki, görək nə qədər tutumunu tapmalıyıq ki, nə qədər su tutur. Hovuzun ölçüləri düzbucaqlı polieplet formasında olduğuna görə yadınızda qalsın. Sudan söhbət gedirsə, bu tutum axtarır. Nə qədər su tutur. Tutum da həcm deməkdir. O da A vur, B vur, C. Ona görə biz birinci bunları bir-birinə vuraq. Yəni V bərabərdir 1,5 vurulsun 3 vurulsun 6. Hamısı da fikir verin metrləndir. Birinci bunları vuraq. 1,5 6-ya vursaq eğer 9, 9 3'e vursa 27 metrin kubu. Sonra deyir ki 3 saatda 3 ton su vurur. 3 saata 3 ton su vurursa nasos neçə saat dolar? Ümumiyyətlə 3 ton nə deməkdir? Üç tonumuz 1 ton su ümumiyyətlə 1000 litrdir. Bilirik ki. O da 10 demək inşallah 1 ton əvvələ burada başa düşək. 1 ton su ümumiyyətlə 1 ton su ola bilər, 1 ton benzin ola bilər, yəni maye halında olan bir tutumdan söhbət gedir. 1 ton bu deməkdir. Yəni bizim çənimiz eni 1, uzunu 1, hündürlüyü 1. Bax belə fikirləşin. Yəni kub olaraq. Yəni 1-i 1-ə vuranda olur 1-in metrin kubu. Yəni 1 tonumuz, birinci bunu başa düşək ki, 1 tonumuz 1 metrin kubudur. Onda biz nə almışıq? 27 metrin kubu almışıqsa, bu elə 27 ton deməkdir, düzdür? 27 tondursa, onda bizə demir ki, 3 saata 3 ton doldurur. Bütün deyir sən neçə saat doldurar. Bütün sən də 27 tondur deyə. Baxın tonun altından ton yazırıq, saatın altından x yazırıq. X tapmaq üçün çarpaz vururuq. 3 vur 27 bölünsün 3. 3'lər getdi 27 saata. Əslində buradan görsəniz, mən yenə də yazdım ki, başqa ədəd olsa, yəni bilin ki, çarpaz vurmalısınız. 3'ə 3-dürsə 27-yə nə olacaq uşaqlar? 27 saat. Əsas həcmi tapıb metr kubunun 1 ton olduğunu bilməkdir. Sonra gedirik 18'ə. Altmış ədədinin 5'də 3 hissəsinin 25%'ini tapın. Hissə tapanda ədədi hissə göstərəndə vururuq. Yəni 18'i həll eləmək üçün 60'ı vururuq 5'də 3'ə. 5'də 3 hissəsindir. Çünki 25%'indirsə 25'ə vurub 100'ə bölürük. Faiz tapmaq üçün ədədi faiz göstərdə vurub 100'ə bölürük. Yəni ikisini bir yerdə işləmək olar. 60'ı vurduq 5'də 3'ə, vurduq 100'də 25'ə. 25 ilə 100 getdi 4'də 1. 5 ilə 60 getdi 12. 12 ilə də 4 getdi 3. Bu 3'ü buradakı 3'ə vuranda 3 vur 3 9. Cavabımız oldu 9. 19-cu sual. Bu ədədlərin tam hissələrinin cəmini tapın. Ümumiyyətlə bu ədədlər tam hissələrini tapmaq üçün nə edirik? Əslində belə əksinə görsənir. Bəzi uşaqlar çaşıb burada toplayıb deyirlər ki, cəmi 0 olacaq. Amma diqqətli olun uşaqlar. Baxın,
Birinci ədədə baxaq. Kök altında 7 çıx 5. Biz tamı tapmaq üçün nə edirdik? Əvvəl təqribi qiymət çıxardırıq. 7-də 2-nin kvadratı var. Yəni 4-ü aşıbsa, bu təqribən 2,5 deyirik. 2,5-dən 5 çıxanda nə alınır? Mənfi 2,5. Və bunun tam hissəsi mənfi ədədlərdə tam deyəndə bir vahid artığını götürür. Yəni mənfi 2-dirsə, mənfi 3 deyəcək. İkinci. 5 çıxılsın kök 7. Yazırıq. 5 çıxılsın. Kök 7 ya da təqribi qiymət, burada təqribi işarəsi qoyum. 2,5 versək, 5-dən 2,5 çıxanda 2,5. 2,5 müsbət ədəddir. Tam hissəsi elə onun tamıdır, 2-dir. Və bunların cəmidir. Mənfi 3 ilə 2-nin cəmi bizə verəcək mənfi 1. 20-ci sual. Radiusu 6 olan çevrənin pi böl 6 radianlıq daxili bucağına uyğun qövsün uzunluğu neçə santimetrdir? Yaxşı. İndi biz belə eləyək də. Burada tənasüb də qura bilərsiniz əslində. Deyə bilərsiniz ki, 2 pi yeri bütün çevrənin uzunluğunu tapın. Ona uyğun işləyin. Ya da biz çevrənin uzunluğu, qövsün uzunluğu daha doğrusu deyəndə L bərabərdir yazırdıq. Pi r alfa bölünsün 180 dərəcə. Əgər bizdə radianla veribsə, yəni bucaqla verməyibsə, biz gəlirik, nə deyirik? Pi ümumiyyətlə bizdə 180 dərəcə idi. Açıqlamasını yazdıq. Pi 180 deməkdir. Bu 180 ilə 180 gedəndə qalır r alfa. Yəni radianla verəndə bilin ki, burada 180 ilə pi iştirak eləmir. R bizə 6 verib, alfanı da bizə. İndi burada diqqətli olacaqsınız. Pi böl 6 radianlıq necə bucaq uşaqlar? Daxili bucaq deyir. Amma biz demişdik ki, qövs uzunluğunu tapanda, yəni ümumiyyətlə qövsün dərəcəsini tapanda daxili bucağı 2-yə vurmalıyıq. Yəni pi böl 6-dırsa, biz bunu 2-yə vurmalıyıq. O deyil, pi böl 3. Yəni mən qövsün bucağı ilə işləməliyəm. Yəni 6-nı vurmalıyam, alfanın yerinə pi böl 3 qoymalıyım. 3-ün 6 getdi, 2. Cavab oldu 2 pi. Radianlıq daxili bucağına uyğun qövsün uzunluğu neçə santimetrdir? Aydındır. Burada indi bunu belə də işləmək olar. Məsələn, deyək ki, tam çevrəmizlə işləsək, tam çevrəmizin uzunluğu 2 pi r-dir. R-i gətirib yerinə qoysam 2 pi vurulsun 6. Oldu 12 pi. Və burada dərəcə ilə quraşdıra bilərik. Tam çevrəmiz uşaqlar 360 dərəcədir. 360 dərəcədə 2 pi deməkdir. 2 pi-nin özü ümumiyyətlə 180 dərəcədir. 2 pi də 360 deməkdir. İndi biz burada belə quraşdırırıq. Deyirik ki, tam çevrəmiz üçün, yəni 2 pi üçün 12 pi-dirsə, pi böl 6 dərəcə içində neçə olduğunu tapmalıyıq. İndi pi böl 6 üçün x yazırıq, amma əslində pi böl 6 üçün yox. Pi böl 6 daxili bucaqdır. Bizə mərkəzi bucaq lazımdır. Pi böl 6-nı vururuq 2-yə, dediyim kimi 2 qatı olur. Elə bil ki, bu da olur pi bölünsün 3. Pi böl 3 yazmalıyıq bura. Yəni səbirli olaq. Pi böl 3 yazırıq. Pi böl 3 olanda isə x olur. Deməli, bir də deyirik 2 pi olanda, yəni 360 dərəcəli olanda 12 pi olur. Qövsün uzunluğu. Qövs uzunluğu. Pi böl 3 olanda isə x olur. X-i tapmaq üçün pi böl 3-ü vururuq 12 pi-yə, bölürük 2 pi-yə. 12 ilə 2 gedir 6. 6 ilə də 3 gedir 2. Burada bir dənə pi-miz qalır 2 pi. Cavabımız oldu 2 pi. Mütləq bu daxili sözünə fikir verin. Əgər desəydi mərkəzi bucaq, elə pi böl 6-nın özünü qoyacaqdı. 21-ci sual. Tərəfinin uzunluğu 8 və xarici bucağı 40 dərəcə olan düzgün çoxbucağının perimetri neçə santimetrdir?
tərəfi deyəndə A-nı bizə verib 8. Xarici bucağı 40 dərəcədir. Xarici bucağımız 40 dərəcədirsə, biz də bilməliyik ki, xarici bucaqların cəmi, xarici bucaq cəmi ümumilikdə 360-dır. Biri 40-dırsa, onda biz tərəflərin sayını taparıq. Yazaq bura, tərəf sayı. N bərabərdir. Bütün xarici bucaqları birinə bölərik. Yəni, bir xarici bucağı böləndə eləyir 9. Deməli, bunun 9 dənə nəyi var? Tərəfi var. Və bir tərəfimiz də 8-dən hesablanırsa, çoxbucağının deyir, perimetri neçədir? Perimetri tapmaq üçün tərəflərin sayını vururuq uzunluğuna. 9 vur 8, 72 santimetr. 21-ci sual. 22-ci sual. Bu hərflər ilə yazılmış kağız vərəqləri yanaşı düzlükdə dağ bəyi sözünün alınması ehtimalını tapın. Deməli, 22-ci sualda yenə də deyirik, hərflərə baxırıq ki, görək, eyni hərf var ya yox. 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə hərf var və 7-si də fərqlidir uşaqlar. 7-si də fərqlidirsə, onda biz deyirik ki, 7 ədəd hərfi biz yerdəyişmə edə bilərik. Yerdəyişmələrin sayını tapmaq üçün də faktoriala yüksəldir. Yəni, 7 faktorial kimi bunu hesablayırıq. 7 faktorial nə deməkdir? 7 vur 6 vur 5 vur 4 vur 3 vur 2 vur 1. Yəni, 1-dən 7 kimi bütün ədədlərin hasılı deməkdir. Deməli, faktorial nəyə göstərir? N faktorial bir də deyək, yerdəyişmə sayı. Yəni, mən bu hərflərin yerlərini 7 faktorial sayda dəyişə bilərəm. Yəni, sözdə bu hərflərdən 7 faktorial sayda söz düzəldə bilərəm. Budur mənası. O söz oyunu kimi. İndi bunları hesablayaq, görün necə hesablayaq rahat yolla. 2-ni 3-ə 6, 6-nı 4-ə 24 buradan gəlir. 6-nı 5-ə 30, sonra 30-u 24-ə vursaq, 3-ü 24-ə vursaq 72, 720, 720-ni də vurmalıyıq 7-yə. Bıraq görək. 727-yə vursaq, 0-a vurmırıq, 7-ni 2-yə vururuq, 14, 1 yadda. 7-ni 7-yə 49, o da 1, 50. İndi 0 aşağı düşürdük, 5040. Deməli, 5040 sözü yada bilərik. O 5040-dan ehtimal soruşur. 5040-dan yalnız bir dənəsi Dağbəy ola bilər, qalanları başqa sözü olacaq. Ona görə ehtimalımız 5040-dan biri uyğun gəlir. 23-cü sual. 23-də bizə deyir ki, böyük dairənin radiusu R, kiçik dairənin radiusu balaca R-dir. 3R bərabər 4R və rəngli hissənin sahəsi 28 olarsa, böyük dairənin sahəsini tapın. Əvvəla buradan başlayırıq uşaqlar. Rəngli hissənin sahəsi. Rəngli hissə biz şəklə görə bilirik ki, halqadır. Halqanın sahəsini tapmaq üçün elə bilin, bura A çoxluğu kimi baxsaq, içəridəki çoxluğa B çoxluğu kimi baxsaq, S belə yazaq, halqa, yəni rəngli hissə deyə bilərik, fərqi yoxdur. Halqanı tapmaq üçün A çoxluğunun, yəni A dairəsinin sahəsindən B dairəsinin sahəsini çıxmalıyıq. Yəni, böyük dairənin sahəsindən pi böyük yerin kvadratından kiçik pi kiçik yerin kvadratını çıxmalıyıq. Bu da bizə verib 28 pi. Deməli, bu nə düsturudur? Halqanın sahəsi. Böyük dairənin sahəsindən kiçik dairənin sahəsini çıxmaq. Yəni, yadınızda qalsın. Bunu bizə 28 pi verib. İndi bizə R-lər lazımdır. Gəlir, burada belə bir qaydamız var idi ki, böyük R kiçik yerin əmsalına, yəni 4-ə, kiçik yer isə böyük R-in əmsalına bərabərdir, amma K-larla. Yəni, böyük R 4 paydır, 4K-dır. Kiçik R isə 3K-dır. Bunları aparıb burada yerinə qoyuruq. Pi vurulsun 4K-nı kvadrata yüksəldəndə 16K kvadratı çıx pi vurulsun. Kiçik R-in, yəni 3K-nın kvadratı da 9K kvadratı verir. Olur 28 pi. Demək, 16-sından 9-un çıxanda olur 7 pi. Daha doğrusu 7 K kvadratı vurulsun pi bərabərdir 28 piyə. Buradan pi'lər gedər.
28-dən də 7 getsə 4. K kvadratı 4-dürsə, K da bərabərdir 2-yə. K-nı 2 tapandan sonra deyir, böyük dairənin sahəsini tap. Böyük dairənin sahəsi S bərabərdir pi böyük R-in kvadratına. Böyük R tapmaq üçün K-nı böyük R-də, yəni 4K-da yerinə qoyuruq. Onda olur R bərabərdir 4 vurulsun 2 eləyir 8. Böyük R tapıb burada yerinə qoyuruq. Pi vurulsun 8-in kvadratı. 8-in kvadratı 64 pi edər. 24-cü sual. Maraqlı sual idi bu. 24-də bizə deyir ki, üçbucağın bir tərəfi 3/2 sm, ikinci tərəfi isə bundan 3/1 sm kiçikdir. Üçüncü tərəf birincidən 4/1 sm kiçik olarsa, üçbucağın perimetri neçə santimetrdir? 24. Üçbucağın bir tərəfi 3/2 santimetrdir. Bu konkret santimetrlərdir. İkinci tərəf bundan 3/1 santim kiçik. Kiçik deyirsə, bunları çıxmalıyıq. 3/2-dən 3/1 çıxanda qalır 3/1 santimetr. Üçüncü tərəf isə birincidən, yəni 3/2-dən 4/1 santim kiçikdir. Çıxırıq, yəni 4/1. Ortaq məxrəc 12 gətirsə, 12-ni 3-ə böldük 4, 12-ni 4-ə böldük 3, 4-ü 2-yə vurduq 8, 3-ü də 1-ə vurduq 3. 5 bölünsün 12. Üçbucağın perimetri neçə santimetrdir? Perimetr tapmaq üçün bunların hamısını toplayırıq. 3/2, üstəgə 3/1, üstəgə 12-də 5. O da bərabərdir. 3/2 ilə 3/1-ə toplayanda 3/3 verir. O da 1 deməkdir. Elə olur 1 tam, kəsirimiz də 12-də 5. 1 tam 12-də 5. Bəzən heç ortaq məxrəc gətirməyin. Görünür də sadəcə ki, buradan tam ədəd verə bilir. Cavab oldu 1 tam 12-də 5. Ay, çaşıb bura yazdım. 1 tam 12-də 5 və nəhayət 25-ci suala baxırıq. 25-ci sualda bu və bu düz xətt funksiyalarının qrafiklərinin kəsişmə nöqtəsinin koordinatını tapın. Kəsişmə varsa, ortaqlıq var. Yəni, həm y-lər bərabərdir, həm x-lar. Y-lər bərabərdir. Bizə də y-ləri verib. 2x plus 7, 1 y-imizdə 4x çıx 3-dür. Onda bunları bərabərləşdiririk. 2x üstəgə 7 bərabərdir 4x çıx 3. Həmişə kiçiyi böyük tərəf aparırıq. 2x geçsin 4x-in yanına, mənfi 3 də 7-nin yanına. Onda olur 4x çıx 2x bərabərdir 7 mənfi 3 sola gedən üstəgə 3 olur. Olur 2x bərabərdir 10, x də bərabərdir 5. X-imiz 5-dir. Nöqtəsinin ordinatını tapın. Ordinat uşaqlar y göstərir. Absist isə x-ini tapacaqsınız. Biz indi x tapmışıq, bizə amma ordinat deyir. Ordinat da y-dir. Y tapmaq üçün də x-i nə eləməli aparıb yerinə qoymalıyıq. Tutaq ki, birinci misalda 2x üstəgə 7-də yerinə qoysaq. 2 vur 5 üstəgə 7. 10 üstəgə 7 bərabərdir 17 alınır. Cavabımız oldu 17. Bu qədər uşaqlar. Növbəti videoda görüşərik. Bundan sonra ümumi sınaq 6 gəlir. Bunu digər videoda izləyə bilərsiniz. Sağ olun, salamat qalın.